Qızılbaş ümumiyyətlə döyüşçülərinin tarixdə misli bərabəri yoxdur. Çünki qızılbaşlar istər müdafiə müharibəsi olsun, istər hücum müharibəsi. Yəni bu adamlar, qızılbaş, bizim dədə-babamız, Əfşarlar, Qacarlar, Təkəli, Ustaclı, Qaramanlı, bizim əcdadımızdır bu tayfalar. Bu tayfalar qənimət və cariyə uğrunda vuruşmurdular. Bunlar gedib cariyə gətirmirdilər. Bunlar gedib tutduqları, fəth elədiyi ölkələrdən qız gəlin gətirmirdilər. Qənimət götürmürdülər. Bunlar ideya uğrunda vuruşurlardı. Və fədai idi, hər biri fədai idi. Qızılbaş süvariləri dövrün ən güclü süvariləri. 100 döyüş olur, 100 döyüş. Çaldıran döyüşə qədər 100 döyüş olur. 100 döyüşün 99'un qızılbaşlar azlıq olaraq özlərindən qat-qat çox ordulara qalib gəliblər. Hətta bunlar o qədər fədai idilər ki, qızılbaşlar. Döyüşə belə zirehsiz girirdiler Şah İsmail zamanı. Zirehsiz. Düşməni vahiməyə salırdılar Şərur döyüşündə. Bunu Sultan Yavuz Səlim də elədi. Qızılbaşlara rəqib qoşunlar hamısı öz qoşunlarının arxasına sipər çəkirdi. Kimi dəvələrdən sipər çəkirdi, kimi toplardan sipər çəkirdi. Niyə görə? Çünki hökümdar qabaqcadan kəşfiyyat məlumatına əsasən bilirdi ki, bunun ordusu axırda qaçacaq. Qaçmağa məhkumdur qızılbaşların qabağında. Ona görə sədd çəkirdi ordunun arxasına. Əlvənd Mirzə dəvələrdən sədd çəkmişdi ki, ordu geriyə qaçanda gedib dirənsin, məcburiyyətdən vuruşsun qızılbaşlarla. Yavuz Sultan Səlim toplardan sədd çəkmişdi ordusunun arxasına. Yəni zəncirləmiş topları bir-birinə. Bu da bizim qızılbaş babalarımızın, qızılbaş atalarımızın, Türkman tayfalarının fədakarlığından xəbər verir. Yavuz Səlim niyə ordusunun arxasını zəncirləyib toplarla? Əlvənd Mirzə niyə zəncirləyib? Çünki bunlar qızılbaşların döyüş üsuluna bələd idilər. Yəni Şah İsmail heç vaxt ordusunu zəncirləməyə özünə lüzum görməyib, yəni ehtiyac olmuyor.